Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərtində deyilir, x kvadratı çıxılsın 4x üstəgəlsin 1 bərabər 0 olarsa, x üstəgələ x kvadratı üstəgələ 1 bölü x üstəgəlsin 1 bölü x kvadratı ifadəsinin qiymətini tapın. Əvvəlcə bizdən tələb olunan ifadəni x üstəgələk 1 bölü x üstəgələk 1 bölü x üstəgələk x kvadratı üstəgələk 1 bölü x kvadratı şəklində yazırıq. X kvadratı üstəgələk 1 bölünsün x kvadratı şəklində yazırıq. Bərabərdir. Biz bu ifadəni hesablamaq üçün bizə verilmiş bu kvadrat tənliyin hər tərəfini x-ə bölürük. X kvadratını x-ə bölsək x eləyir, çıxılsın 4x-i x-ə bölsək eləyir 4, üstəgələk 1x-ə bölsək 1 bölünsün x bərabərdir. 0-ı da x-ə bölsək deməli 0 eləyir. Təbii ki, x-i biz 0-dan fərqli götürürük. Çünki x-in yerinə 0 yazanda da bu ifadənin qiyməti doğru olmur. Buradan x üstəgəlsin 1 bölü x-i saxlayırıq bərabərliyin sol tərəfində. X üstəgələk 1 bölünsün x bərabərdir. Mənfi 4-ü sağa keçirsək eləyir 4. Deməli, bizim bu ifadəmizin qiyməti oldu 4. Üstəgələk x kvadrat üstəgəlsin 1 bölü x kvadratını hesablamaq üçün tapdığımız bu ifadənin hər tərəfini kvadrata yüksəldirik. X üstəgələk 1 bölək x-in kvadratı bərabər 4-ün kvadratı 16. Müxtəsər maddüsünü tətbiq etsək, alırıq x kvadratı üstəgələk hasillərin 2 misli eləyir. 2 üstəgələk 1 bölü x kvadratı bərabərdir 16. Buradan da x kvadratı üstəgəlsin 1 bölü x kvadratı bərabərdir 16 çıxı 2 eləyir 14. Bu ifadənin də yerinə 14 yazsaq, 4 üstəgələk 14 cavab 18.